Bəli. Bu tamaşaçıları maraqlandıran suallardır ki, onları mən bugün sizə imkan daxilində verəcəm ki, o suallara cavab alaq. Eşidək sizi. Bəli, maaşlarla bağlı bildiyiniz kimi maaşların artırılması hər zaman prioritetdir və biz 2025-ci ildə sosial paketin reallaşmasını müşahidə etdik. Sosial paket təxminən 3 milyon vətəndaşımıza əhatə etdi. Bu istiqamətdə əlavə olaraq 1,4 milyard manat vəsait ayrıldı. Müavinət, təqaüd, minimum əmək haqqı, minimum pensiya, eyni zamanda bir sıra sektorlarda əmək haqqı artımları reallaşdı. Və 2 gün öncə Cənab Prezident tərəfindən əmək məcəlləsinə dəyişikliklər təsdiq olundu və həmin dəyişikliklərə əsasən Azərbaycanda minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılması nəzərdə tutulur. Yəni, bu o demək ki, minimum əmək haqqı məbləğinin praktik olaraq hər il baxılaraq artırılması reallaşacaq. Artıq dəyişikliklər təsdiq olunduqdan sonra dəyişikliklər artıq bu qüvvəyə minmiş bir qanuni istiqamətdir. O demək ki, minimum əmək haqqının artırılması artıq Azərbaycan üçün ildə ən azı bir dəfə prioritetdir və bu qanuni müəyyənləşdirdiyi hədəflərdən biridir. Minimum əmək haqqının artırılması yalnız minimum əmək haqqı alan vətəndaşlarımızın maaşlarına təsir göstərməyəcək. Eyni zamanda dövlət qurumlarında çalışan və dövlət quruluşu olmayan, vahid tarif cədvəlinə uyğun olaraq maaş alan vətəndaşlarımızın əmək haqqlarında da artımlar olacaq. Çünki minimum əmək haqqı artırıldıqdan sonra Nazirlər Kabineti tərəfindən vahid tarif cədvəlinə uyğun olaraq əmək haqqı alan, dövlət idarələrində çalışan, amma dövlət quruluşu olmayan vətəndaşlarımızın da maaşları, vəzifə maaşları minimum əmək haqqı məbləğini uyğunlaşdırılır. Hazırda dövlət qurumlarında çalışan və dövlət quruluşu olmayan vətəndaşlarımızın vahid tarif cədvəli üzrə maaşları ən aşağı 400 manat, yəni minimum əmək haqqı məbləğində, yüksək isə 1150 manatdır. Və minimum əmək haqqıda gözlənilən artımlardan sonra həmin məbləğlərin uyğunlaşdırılaraq artırılması həyata keçiriləcək. Yəni, bu o demək ki, minimum əmək haqqıda artımlarla bağlı qərarın verilməsi təxminən 700 mindən artıq vətəndaşımızın əmək haqqlarından təsir göstərəcək. Bu həm də təbii ki, özəl sektora təsir göstərir. Çünki özəl sektorda da minimum əmək haqqı artırıldıqdan sonra artıq həmin məbləğdən aşağı əmək haqqı verilməsi mümkün olmayacaq. Yəni, ona baxın, təbii ki, minimum əmək haqqıda gözlənilən artım həm dövlət, həm özəl sektorda artımları gətirib çıxaracaq. Bu kontekstdən təbii ki, artıq qanun təsdiq olunduğuna görə və Cənab Prezident tərəfindən imzalandığı üçün bu artıq qanuni tələbdir və qanuni tələbə uyğun olaraq minimum əmək haqqı məbləğinin ildə ən azı bir dəfə baxılması həyata keçiriləcək və təbii ki, bu eyni zamanda fərqli sektorlarda da əmək haqqı artımlarına gətirib çıxaran dəyişikliklərdən biridir. Müavinətlər və eyni zamanda